Hər kəsə salam, mən Xəyalə, kanalıma xoş gəlmisiniz. Bugün hazırlaşmışıq, artıq gedirik aeroporta. Masibaku kollektivi adına çox gözəl bir şəhərdən təklif almışıq, moda sərgisinə gedirik. İstədim ki, bu orada olduğum günləri vlog şəklində sizinlə bölüşüm. İndi isə istəyirəm ki, bu qısa günü, hansı ki aeroporta gedirik, orada hansı işləmlərdən keçirik, nələr edirik, onları sizə bu qısa vloqumda göstərim. Növbəti vloqlar isə günlük olaraq davam edəcək. Çox həyəcanlıyıq, tək deyiləm, böyük bir kollektivik. İnşallah ki, hər birini sizinlə çox gözəl şəkildə bölüşəcəm. Odur ki, hər birinizə indidən xoş izləmələr diləyirəm. İndi isə hazırlaşmışam, çamadanımı yığmışam. Çox gözəl bir şəhərə gedirik, sürpriz. Onu artıq növbəti dəqiqələrdə görəcəksiniz. Özünüzə yaxşı baxın. Elə isə gəlin bir yerdə gedək. Gəlmişik, buradan belə Aytacı gözləyirik. Həmişək kimi yenə havalimanındayıq. Və buradan mənzilə bilərsiniz. Açıq bir də taxım tez açıq aldım. Gözəsən. Bu YouTube üçün vlogdur. Və biz hal-hazırda havalimanındayıq və gedirik check-in prosesini etməyə. Yəni, nə harda edilir bura? İkinci terminaldır. İkinci terminaldan gelirsiniz, güvənlikdən falan keçirsiniz. Sonra yuxarı qalxırsınız, orada artıq bilet alacaq. Və burada pasport yoxlanışından keçən kimi duty free var. Bu tərəfdir. Qapı hardansa orada. Hə. Biletdə yazılır qapılar, dostlar. Qapılara baxırsınız, buradan seçirsiniz. Biz indi Aytacla girəcəyik duty free-yə. Burada qəşəng kafelər var, bank var. İndi Aytacı gözləyirəm, pasport kontrolündən keçsin. Sonra girək. Duty free-dən çıxdıq, arkadaşlar. Sən qızla rahat, relax qız. Hər şeyə tələsən qızla. Hər şeyə tələsən qızla. Çox rahat və relax qızın yolculuğu. Uçuşumuzda hələ 1 saat var və qapıların bağlanmağında bir 40 dəqiqə falan var da. Deyir, tez ol, gedək. Çox rahat abi. Çox rahat. Gedəcək də arkadaşlar. Deməli, gözləyirik. Vaxtımız gəlsin və minik edək. İstəyirəm burada sizin üçün qəşəng videolar çəkmişəm arkadaşlar. Hamısını paylaşacağım. Çox gözəl planlarımız var. Çox gözəl səyahət planımız var. Demişdik ki, evdə də güya aeroportda planlayarıq. Gəlmişik, planlaya bilmirik. Video çəkməkdən, şəkil çəkməkdən. Növbəti aeroportda görüşərik. Etdiyim şəhərdə görüşənə dək. Evet. Yəni, oradakı aeroporta düşəndə videonu bitirəcəm. Yəni ki, bu vlog qısa olacaq da, belə 3 dəqiqə. Ama paylaşacağım. Buradan pasport kontrolundan keçdik. Sonra duty free-yə girdik. İndi isə uçuşu gözlədik. Və təyyarəyə binirik. Şu an Bir şey hal-hazırda. Və bəxtdən, təsadüfən yanımız boşdur. Yəni, çox rahat uçacağıq. Biznes alsaydı bu qədər rahat olmayacaqdı. Mənə də elə gəlir. Bu şəkildə günorta yeməyi, bu indi yanındakı qəlyan altıdır. İndi əsas yeməyi də gətirəcəklər. Biz artıq enmişik Sabiha Gökçen Havalimanına. Gedirik bagajlarımızı təhvil almağa. Burada Aytacı görürsünüz.
Burada məni görürsünüz arkadaşlar. Gedək. Burada gedib pasport kontrolundan keçəcəyik. Qarşıdan. Gör nə qədər adam var, növbəyə bax. Dolara çeviriyor. Bir de al para çok olur gider. Arkadaşlar açılım kargo videosuna hazır olun. Aç baxın da belə. Çıxandan sonra havalimanından Sabiha Gökçen metrosu var. O metroya minib istədiyiniz ünvana rahatlıqla gedə bilərsiniz.